Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin bu günləri dağınıq skleroz xəstəliyi haqqında danışaq. Dağınıq skleroz autoimmun bir xəstəlikdir. Normada orqanizmimiz qıraqdan gələn virus və bakteriyaları məhv etməyə özünü yönləndirir. Lakin autoimmun xəstəliklərdə immun sisteminin bir yerdə bir şeylər baş verir və o öz toxumalarımızı da zədələməyə başlayır. Və dağınıq skleroz xəstəliyində isə bu miyelin qışasıdır. Miyelin qışası isə bizim sinirlərimizi yalnız qorumur, eyni zamanda da beyindən gələn impulsların ötürülməsində bizə yardımcı olur. Və miyelin qışası zədələndiyi zaman artıq impulsların ötürülməsində problemlər yaranır. Və bu da hansı simptomlara səbəb ola bilər? Dağınıq sklerozun simptomları görmə bulanıqlığı, görmədə ikiləşmə və yaxud da ki, görmənin itməsi, bədənimizin müxtəlif yerlərində hissiyat pozğunluğu, yanma hissi, gizilti hissi, yorğunluq, yerimədə çətinlik, sidiyə getməkdə problem və yaxud da ki, bağırsaq problemləri ilə rastlaşa bilərik. Bəzən isə nadirən olsa da qıcolma tutmaları ilə də rastlaşa bilərik. Qadınlarda kişilərə nisbətən daha çox rastlanır və cavan yaş xəstəliyidir. 20-40 yaş arası daha çox rastlanan bir xəstəlikdir. Və xəstəliyin başlanğıcı xəstəliyin necə getməsindən ehtimal olaraq bizə bir xəbər verir. Misal üçün, əgər erkən yaşlarda, qadınlarda görmə problemi ilə başlayıbsa, bu xəstəliyin daha yüngül getməsindən xəbərdar edə bilər bizi. Lakin 40 yaşdan sonra kişilərdə və sidiyə getmədə, bağırsaq problemləri ilə də başlayıbsa, o zaman bu xəstəliyin gedişatında daha ağır formada gedə biləcəyindən xəbərdar etmiş ola bilər. Təbii ki, hər bir şey ehtimaldır. Diaqnostikası isə necə aparılır? Diaqnostikası ilk növbədə pasiyent gəldiyi zaman ətraflı anamnez, yəni məlumat toplanılaraq aparılır. Sonra nevroloji status dəyərləndirilməsi aparılır və daha sonra MRT müayinəsi, baş beynin kontrastlı MRT müayinəsi təyin oluna bilər. Eyni zamanda da tam onurğa kontrastlı müayinə MRT təyin oluna bilər. Bəzi hallarda MRT-də beyində demilizasiya ocaqları çıxmasa belə, lakin sizin xəstəlik barədə şübhəniz tam olaraq yox olmayıbsa, o zaman mütləq şəkildə onurğa beyin MRT müayinəsi aparılmalıdır. Çünki 2% hallarda beyində demilizasiya ocağı olmadığı halda belə onurğa beynində demilizasiya ocaqları tapılmış ola bilər. Və MRT müayinəsindən əlavə beyin onurğa mayesinin müayinəsi istənilə bilər sizdən. Eyni zamanda da bəzi qan testləri istənilə bilər. Müalicəsi isə necə aparılır? 3 etaplı bir müalicədir. İlk növbədə əgər atak dövründəsinizsə, mütləq şəkildə ya steroidlərlə və yaxud da ki, plazmafarez müalicəsi ilə müalicə başlanılacaq. İkinci, simptomatik müalicə. Simptomatik müalicə sizə xəstəliyin yaratdığı fəsadların aradan qaldırılması üçün aparılan bir müalicədir. Və üçüncüsü, qoruyucu müalicə. Qoruyucu müalicə atak sayılarımızı azaltmaq üçün və yaratdığı fəsadları ən minimuma endirmək üçün aparılan bir müalicədir. Lakin bunlardan əlavə siz özünüz nə edə bilərsiniz? Mütləq şəkildə hər səhər bir stəkan portağal şirəsi içməlisiniz. Pomidordan uzaq durmalısınız, qıcıqlandırıcı ədvalardan uzaq durmalısınız. Sarı kökdən çox istifadə etməlisiniz. Mütləq şəkildə özünüzü yormadan yürüyüş etməlisiniz. Reabilitasyon idmana önəm göstərməlisiniz. Bunları etdiyiniz zaman təbii ki, xəstəliyinizin gedişatını yüngülləşdirəcəksiniz. Və dağınıq sklerozda ən önəmlisi pozitiv həyat tərzidir. Yəni, bu xəstəlik negativi sevmir. Siz nə qədər pozitiv olacaqsınız, nə qədər pozitiv düşünəcəksiniz, nə qədər xəstəlikdən düşünməyib, sadəcə olaraq həyatı sevgi dolu yaşayacaqsınız, bu xəstəliyi də yüngülləşdirmiş olacaqsınız. Bax, belə. Mövzu ilə bağlı suallarınız varsa, şərh bölməsində verə bilərsiniz, mütləq şəkildə cavablandırılacaq və daha ətraflı nevroloji məlumatlar almaq istəyirsinizsə, mütləq şəkildə kanalıma abunə ola bilərsiniz.